Köhnə xatirələrimdən bir video daha çıxdı. Obra kanalımdan götürdüm və Obra kanalımda sildim və bu kanalımda yenidən sizlərlə paylaşmaq istəyirəm. Burada da hardasa fevral ayıdır. Fevralın 7-sidir. Qızımı hazırlığa qoymuşdum və oğlumla birlikdə qızımı hazırlıqdan götürməyə yollanırıq. Yolda gəzərkən də bəzi kadrları sizlərlə paylaşmaq istədim. Binaları çəkdim, biraz ağacları, getdiyim yolları, cığırları, bir sözlə hər şey o qədər gözəl görsənirdi ki, o vaxt üçün. Burada hardasa il 2022-ci ildir. Axşam hal-hazırda necə? 3 il bundan öncə də kofem və yanında da mütləq kitabım olmalı idi. Çünki mən həqiqətən də kitab həvəskarı olmuşam hər zaman. O ərəfələrdə kitab az oxuyurdum, düzdür. Çünki uşaqlarım çox balaca idi. Amma hər axşam da olmasa da arada bir mütləq kitab oxumalı idim və bu da həmin o günlərdən biri idi. Və sevinirəm ki, vlogumun içərisində kitabı da paylaşmışam sizlərlə. Mən də kitabımı mütaliə edərək günümü sonlandırıram, vlogumu sonlandırıram. Keçmişdəki olan 2022-ci ildən izlədiyiniz üçün təşəkkürlər.